Bir dənə alimin sözünü deyim ki, mənim yaxamdan bəziləri əl çəksin. Amma mən bu fikri tam bölüşürəm. O alim deyir ki, mən dinə tam əməl eləməsəm də, Peyğəmbərlə ki tanışam, Həzrət Əli ilə tanışam, İmam Hüseynlə tanışam. Minimum hətta mən bu dəyərləri tanıyıram ki, elə deyil. Deyir, axı heç Avropalıda o da yoxdur, mənim bu minimum İmam Hüseynim. Sevgi həddində də yoxdur axı. O belə deyir. Deyir, mənim bu minimum tanıdığım, bugünkü tanıdığım Peyğəmbər, Həzrət Əli, İmam Hüseyn məni qərbidən qabağa aparmırsa, mən o Peyğəmbərdən, Həzrət Əlidən, İmam Hüseyndən imtina etməliyəm. Bax, bu maraqlı sözdür. Bu, indiyə qədər deyilməyən sözdür. İndiyə qədər danışılmayan sözdür. Hətta az tanıdığım, sözünə əməl eləmədiyim, sevdiyim Peyğəmbər və İmam Hüseyn bugün məni qərbdən qabağa salmalıdır. Belə olmasa mən bu nə Allahın, nə dini, nə Peyğəmbəri qəbul eləmirəm. Deyir, elə tanışdıq bəs eləməlidir. Onun axı sənin qədər heç tanışdığı da yoxdur. Bu tanışdıq bəs eləməlidir ki, sən onu ötüb keçəsən. Deyir, mən neynirəm bu cəsarətlə deyir, o imamı, o Peyğəmbəri ki, onun sevgisi, minimum sevgisi belə məni inkişaf eləmiş sayılan dünyadan qabağa aparmır. Deyir, mən Quranı tanıyıram, minimum ona əməl edirəm. Bunun artıq xeyri budur ki, mənim həyatım onun həyatından keyfiyyətli olmalıdır. Bilirsiniz, bu bəhslərin eybi nədir? Əvvəl biz fakt olaraq onların bizdən öndə olduğunu tam mənada qəbul edirik. Sonra başlayırıq çıxış yolları axtarmağa. Amma o məsələni belə qoyur ki, bugünündə onlar bizdən qabaqda deyirlər. Bugünündə onlar bizi üstələyə bilməyiblər. Danışır ki, mənim bu sınıq-salxaq imanımla, dinlə səthi tanışdığımla belə mənim həyatım ideal sayılan Avropalının həyatından daha keyfiyyətlidir. Niyə biz bunu deməkdən qorxuruq ki? Niyə? Niyə görə biz qorxuruq bunu deməkdən? Elmin inkişafı var, onu oturub geniş müzakirə eləmək olar ki, nəyin sayəsində, necə? Və bütün bu inkişafın hədəfi insan idisə, bu inkişaf insanı xoşbəxt eləyə bilmədisə, o həyatın nəyi gözəldir? Kim bu adı qoyub ümumiyyətlə o həyatın üzərinə? Hər şey insan üçündürsə. Deyir, orada nizam-intizam var, nə danışırsan? Cəmaat dəqiqdir, orada küçələr səliqə səhmanlıdır. Orada insanlar doğrucudur, düz danışır. Yalan palanla işləri yoxdur. Mən də sual verirəm ki, hansı nizamdır o? Bu nizam kimin üçündür? İnsan üçün deyil. Bu nizam nəyin bahasına əldə olunub? Qanunun insanı mühasirə eləməsi bahasına. Nə nizamdır o insan üçün ki, onun insani şəxsiyyətini cəzalarla, cərimələrlə tənzimləyib ona nizam bəxş eləyəsən. Bu nizamda insan xoşbəxt ola bilər mi? Bu keyfiyyətli həyatda ümumiyyətlə. Deyir, onlar düz danışır. Həya olmayan yerdə doğruluğun mənası nədir? Hərdən bəzi adamlar var, o həyasını itir, mən səmimiyəm, mən olduğu kimiyəm. Bu səmimiyyət deyil, bu həyasızlıqdır. Səmimiyyət həyanın içində olsa yaxşıdır. Təzə dəb düşüb də göblər, məsələn, mən səmimi adamım, niyə mən olduğum kimi görsənməyim? Bu mədəniyyət, həya adlı, ədəb adlı bir dəyər tanımayandan sonra doğru danışmağın mənası nədir?
Mən bir sual verim, bilmirəm cavabı nədir. Həya səbəbindən danışılan yalan üstündür, yoxsa həyasızlıq səbəbindən danışılan doğru, mən bilmirəm. Hansı daha böyük bir dəyərdir insan üçün. Hünər budur ki, həyanı qoruyub doğrusu olasan. Gəldi Peyğəmbərdən bir dənə nəsiyyət istədi bir nəfər. Dedi, bir söz deyin ki, mənim həyatım tam düzəlsin. Peyğəmbər burada yalan danışma. Bu öz-özünə fikirləşdi ki, hə bir dənə dedi. Gedim başqa nə istəyirəm eləyim, yalan danışmayayım. O qədər günahlar var ki, gözəl-gözəl. Onları gedim eləyim, amma bu yalan danışmayayım. Sonra çıxanda fikirləşdi ki, yaxşı getdim, filan günah elədim. Biri gələndə bir nəfər soruşdu ki, hardan gəlirsən? Avropalı düz danışacaq bu yerdə, filan yerdən. Qadın bir yerdən gəlir, evli qadın deyir, hardan gəlsən deyir, dostumla əylənirdim, kişi dostumla. Bu doğruluq yaxşıdır, yoxsa həya səbəbindən danışılan yalan? Bilmirəm, cavabını insanlar özü tapsın. Mən yalana bəraət vermirəm, yalan hər bir halda pisdir və cəmiyyətdə olmamalıdır. Amma dinin təqdim elədiyi nizamda həya, abır, ədəblə doğruluq təqdim olunur. Və belə olanda həyat daha keyfiyyətli olur. Abırsız həyatın keyfiyyəti yoxdur, məsələ bunda. Mən heç vaxt istəmirəm ki, mənim sözüm əxlaq nəsiyyəti kimi olsun ki, abrımızı qoruyaq, həm də ki, doğrucu olaq, bu sözləri eşitməkdə cəmaatın halı yoxdur. Mən demək istəyirəm ki, abırsız həyatın keyfiyyəti yoxdur. Abırsız insanın həyatının keyfiyyəti ola bilməz. Bu nizamın ki, kökündə bu dayanır, heç bir bu dəyər qəbul olunmur. Onun doğruçuluğu onun özünə nə ləzzət verir? Onun doğruçuluğu həyasızlığın növbəti təzahürüdür, nə olsun filan yerdən. Əcəb eləyib gəlirəm. Budur bunun nizamının təqdim elədiyi xoşbəxtlik, necə demək, həyat tərzi. Qanunun cəzasından qorxub başqalarının haqqına riayət eləməyin harası ideal həyatdır? Deyir, nikah müqaviləsi bizdə artdıqca boşanmalar çoxalır. Çünki cəhd edir ki, ailədəki münasibətləri qanunla tənzimləsin. O adama necə hörmət edir? O adamın həyatı necə şirin ola bilər ki, ailədə konfliktə getmir ki, qadın məndən şikayət edirlər, mənim müqavilədə yazılıb ki, filan şey olsa filan. Budur, bax, bunu təqdim elədiyi həyat. O bizdən öndədir. Kimdir də o bizdən öndədir? Ümumiyyətlə, niyə deyirsiniz, əvvəl fakt kimi qəbul eləyək ki, bu bizdən öndədir? Mən tam iddia edirəm ki, o bugünkü sınıq-salxaq mənəviyyatımızla, dinimizlə biz ondan öndəyik. Bugünkü günümüzdə bizim həyatımız hələ ondan daha şirindir, daha keyfiyyətlidir. Döyüşdən qayıdıb bizim qazilərimiz, əskərlərimiz. Fərariliyə görə cəza qorxusundan döyüşən əskərə nə hörmət oluna bilər? Bir liberalın, ümumiyyətlə, liberal düşüncədə olan adamın vətən qorumasının anlamı nədir? Vətən nə deməkdir, ümumiyyətlə, bu düşüncədə olan adam üçün? Vətən anlayışı nədir? Hüquqi məsuliyyət. Mən getməliyəm, orduda olmalıyam, olmasam mənə cəza. Bundan başqa bir mexanizm təklif eləyə bilir. Bir adam ki, silah əlinə götürüb ki, hüquqi məsuliyyətdən qurtulub getsin, öz öhdəliyini yerinə yetirsin. Bu insanlarla yaşamağın nə zövq ola bilər? Bunu bizə təqdim edən qərb bizdən qabaqdadır. Kimdir bu sözü? Hardan götürdülər bu sözü? Mən bunu danışdım, mən izləyirəm həmişə. Xoşlayıram ki, danışdığım sözə rəylərlə tanış olum. Bu mənim üçün mühüm məsələdir. Mən baxırdım, gördüm, deyirlər ki, bu nə sözdür? Qanun lazım deyil bəyəm. Axı kim dedi? Qanun lazım deyil. Bu sözü mən dediyim qanun lazım deyil. Mərkəzdə nə dayanmalıdır? Söhbət ondan gedir. Qanun mərkəzli olmalıdır sistem. Hər şey qanuna yüklənməlidir, yoxsa başqa şeyə. Söhbət bundadır. Yoxsa ki, din də qanun gətirib. Necə ola bilər, ümumiyyətlə, qanunu inkar eləyəsən? Qanunsuz cəmiyyət ola bilməz, amma qanun bu qədər mi yüklənməli idi və bütün güc qanunun üzərində olan bir düzən indi məndən öndə sayılmalıdır, gözəl bir nümunəvi ideal cəmiyyət sayılmalıdır. İnsana qarşı başdan ayağa təhqirdir o düzən, o düzənin varlığı təhqirdir. İnsanın təhqir olunması üzərində qurulan düzəndir.
Qanun olmalıdır, qanun mərkəzdə durmamalıdır. Eşq mərkəzli sistem təklif edirdin. Deyir, ictimai münasibətləri qanun tənzimləməməlidir, insanın öz xoşbəxtliyi üçün. İnsan istəyirsə gözəl yaşasın, ictimai münasibətləri mənəviyyat, eşq tənzimləməlidir. Bir-iki cümlə vəsiyyət eləyib Həzrət Əli, bir dünya məna var. Usikuma bit təqvallah və nəzmə əmrikum. İki balasına, iki oğluna nəsihət eləyir, vəsiyyət. Deyir, sizə təqvalı olmağı və nizamlı olmağı tövsiyə edirəm. Deməli, nizamın mənbəyini göstərir. Nizamın mənbəyi qanun olmamalıdır. Nizamın mənbəyi qanun olanda mənası budur ki, işə geciksən marşından tutacaqlar. Bu cəmiyyət heç vaxt xoşbəxt ola bilməz. Çünki insan təhqir olunur bu cəmiyyətdə, qanun vasitəsilə. Bu tərz təfəkkürlə. Deyir, nizamlı ol, sən bacardıqca elə bir mənəviyyat, elə bir eşq təlqin elə insanlara ki, o eşq vadar eləsin ki, saata baxsın, desin ki, məni görən var, mənim məşuqum məndən dəqiqlik istəyib. Onun eşqi yolunda işə vaxtında geçsin. Onda olur insan xoşbəxt, onda onun insanın həyatı xoşbəxt olur. Silah əlində döyüşür, məşuqu yolunda döyüşür. Bir də var, hüquqi məsuliyyətdir. Və nə üçünsə, o düşüncə bizdən qabaqdadır. Güya bizdən öndədir. O mədəniyyətin insan haqqında təfsiri bax budur. Sadə dillə deyim, mənə baxan hamı məni anlasın. O mədəniyyət deyir, insan yırtıcı xislətlidir. Və yaxud da insan müsbət bir varlıq deyil, boş bir varlıqdır. Nə mənfi, nə müsbət. İki söz deyir insan haqqında. Deyir, insan ki, yırtıcı xislətlidir və insan yaşayır ki, keyf eləsin. Ürək istəyən kimi, necə istəyir, keyf eləsin, yaşasın. İndi bu yırtıcı xislətliyə deyəsən ki, nə istəyirsən elə, indi gəl bunun əl-ayağını yığ. Əlaz nə düşünür? Deyir, indi bunu gərək qanunla mühasirəyə alaq ki, bu yırtıcı xislətlidir və mənim mədəniyyətim buna deyir ki, nə istəyirsən elə. Yırtıcı xislətli bir varlığa deyəndə ki, get nə istəyirsən elə, tək sənə xoş olsun. Bu da səthi istəkləri üçün gedib hamını əzib dağıdacaq. Dilində əlaz nədir? Müqavilə. Gərək qanunlar mühasirəyə alsın ki, bu ayağını sağa sola qoymasın və bu mədəniyyət doğulur. Və biz də buna deyirik ideal mədəniyyət. Və biz də fikirləşirik ki, biz neyiniyək ki, onlara çataq. Onlar bizdən arxadadır bir çox parametrlərə görə. Bir çox, bəlkə də böyük iddiadır, bəlkə də çox mübahisə eləyərlər məndən, amma mən bu iddiada israrlıyam. Bu cilovlanmayan yırtıcı varlıq öz keyfi üçün yaşamalıdır. Qərb mədəniyyətinin sözü budur. Əlaz nədir? Neynəyə? Qanuna pənah aparaq. Qanuna pənah aparaq ki, qanunla bunun əl-qolunu yığaq bir tərəfə. Mən tam iddia edirəm ki, onlar bəşəriyyəti heç bir inkişafa çatdırmayıblar. Onlar qaş düzəldən yerdə göz çıxardıblar. Onlar insanı düzgün tanımayıblar. İnsanın tərifi yanlışdır. Onlar əvvəldən səhv başlayıblar. Gedib bir yerə də çıxsınlar. Pandemiya ifşa elədi. O şişirdilmiş o qərb dünyasının o məziyyətlərinin üzərindən pərdələri çəkdi. İstər səhiyyə sisteminin, istər insanlar arası münasibətin, elə hər şeyin. Bu pandemiyanın çox xeyirləri də olacaq zərərləri ilə yanaşı. İfşa elədi. Bir-birinin, məsələn, o tibbi ləvazimatları dövlətlər oğurlayırdı bir-birindən. Mədəni dünyanın belə örnəkləri olan dövlətlər. Mədəni dünya budur, bax, quldurluq. Çünki quldurluq üzərində qurulub bu dünya. Bunun mahiyyəti quldurluqdur, kökü budur. Bu qarət üzərində qurulan bir sivilizasiyadır. Bu kapitalın əsasını başqa ölkələrin qarət olunması təşkil eləyir.